Ağlamayacağım deyirəm, niyə ağlayıram bilmirəm. Ağlamışdı orada. Gəldi, öpdü alnımdan, dedi sağ ol qızım. Açıq danışacağım. Mənim anamın arzuları var. Hər bir valideynin arzusu olduğu kimi. Mən atamın da arzuları var. Və mən hal-hazırda məsələn anamın bir arzusunu yerinə yetirə bilirəmsə nə xoş mənəm. Hər bir kəsin anası nəsə istəyə bilər. Məsələn, bizim o vaxtı elə şəraitimiz olmayıb ki, ata bizi və mamanı götürsün, hər hansı bir restorana getsin, yemək yeyək. Yəni elə bir şəraitimiz olmayıb. Şükür bu günə ki, məsələn, mən anamı bu günləri hansısa bir restorana aparıb anamla vaxt keçirdə bilirəm. Bu mənim çox xoşuma gəlir. Anamı xoşbəxt görmək məni də xoşbəxt eləyir. Anam yadıma gəlir ki, hamamı təmir edəndən sonra ilk dəfə çiməndə orada ağladı həqiqətən. Ağlamayacağım deyirəm, niyə ağlayıram bilmirəm. Ağlamışdı orada. Gəldi, öpdü alnımdan, dedi sağ ol qızım. Yəni çünki onları xoşbəxt eləmək belə mənə kifayət eləyir. Çünki həyatda ailəmdən başqa heç kim yoxdur həqiqətən. Və nə qədər ki yəni yorulmamışam, nə qədər ki bezməmişəm, işləməyə davam eləyəcəm. Çünki yorulmaq yoxdur məndə həqiqətən. Məqsədim var, məsələn, hələ də yarımçıq işlərim var ki, onları görüb bitirməmişəm. Onlar yarımçıqdır və onların üstündə işləyirəm.